Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Əyyəm Fatimə günlərindəyik. Bu günlər münasibəti ilə başda zəmanə imamı olmaqla siz əzizlərə təsliyyət ərz edirəm. Keçən bəhslərimizdə biz xanım Fatimə və Həzrəti Əli əleyhissalamın ailə münasibəti barəsində danışdıq və dedik ki, bu mövzuda məqsədimiz bizim tərbiyəvi cəhət deyil, bu ailəni mənfi formada təqdim etməyə çalışanlara cavab verməkdir. Yəni, bu ailə barəsində tarixən və eyni zamanda müasir dönəmdə müəyyən şəxslər olduqca bədbin fikirlər söyləmişlər və biz də istəyirik ki, buna əsaslı cavab vermək üçün müəyyən bir məsələni müzakirə edək və ta sabit olsun ki, bəli, bir müsəlman qadının və eyni zamanda bir müsəlman kişinin nümunə götürdüyü xanım Fatimə salamullah əleyha hər bir cəhətdən kamil və üstündür. Və bura qədər əsaslı mövzunu müzakirə etdik və bugün artıq bu ailə barəsində ortaya atılmış müəyyən bir şübhələrə cavab veriləcək inşallah. Öncədən bunu deyim ki, niyə görə bu ailə bu qədər sual altına alınmış və çalışmışlar ki, bu ailənin dəyərlərini, üstünlüyünü sual altına alsınlar. Burada həm Həzrəti xanım Fatimənin salamullah əleyhanın şəxsiyyəti, siyasi həyatı nəzərə alınmalıdır və eyni zamanda Əli əleyhissalamın şəxsiyyəti, siyasi həyatı nəzərə alınmalıdır. Çünki bu məsələni irəli sürənlər tam olaraq çalışmışlar ki, Şiyyənin bu iki insan barəsində, iki üstün şəxsiyyət barəsində görüşünü yanlış təqdim etsinlər və desinlər ki, Şiyyə bu şəxslərdən yanlış obraz yaratmışdı və bunlar barəsində doğru düzgün məlumat verməmişdilər. Lakin məsələnin həqiqəti bundan ibarətdir ki, Peyğəmbər öz qızı barəsində üstün sözlər demiş və üstün sözlərdən biri də budur ki, və bu əsaslı hədis mənbələrində gəlmişdir ki, hər kim mənim qızımı incitsə, sanki məni incidir, məni incidən də sanki Allahı incidir və Allahı incidən də təbii olaraq yeri və aqibəti məlumdur. Və biz tarixə baxanda görürük ki, müəyyən şəxslər Peyğəmbərin vəfatından sonra onun qızını incitmiş və xanım Fatimə ömrünün sonuna qədər bu şəxslərlə küslü olmuş və incimiş halda vəfat etmişdi. Bu, tarix məsələlərində sabitdir, müsəlləmdir, hər bir mühəqqiq tərəfindən qəbul olunan bir məsələdir. Eyni zamanda Şiyə deyir ki, Peyğəmbərdən sonra ən üstün, ən əfsəl şəxs Həzrət Əlidir və mən Peyğəmbərdən sonra Həzrət Əliyə təslim oluram, onu qəbul edirəm imamım olaraq. Bu, ikinci məsələ. Üçüncü məsələ budur ki, Şiyə deyir ki, bu ailə istisna ailədir. Yəni, Peyğəmbər ailə institutunu bu ailənin simasında dünyaya təqdim etmişdir. Yəni, biz İslamın ailə barəsində fikrini bilmək istəsək, bilavasitə görə bu ailə barəsində araşdırma olunsun, araşdırılma edilsin. Bu məsələlər səbəb olmuşdur ki, yəni bunlar hamısı bir şiyyənin baxışında olduqca üstün mənbələrdir, öz əqidəsini ifadə etmək üçün, öz əqidəsini başqasına bildirmək üçün və bu əqidələri və bu fikirləri, düşüncələri sual altına almaq üçün bu ailənin özünü sual altına almışlar. Necə? Tam olaraq burada zülm olunan tərəf demək olar ki, Həzrəti Əlidir. Bunlar xanım Fatimə barəsində bir o qədər söz deməyə cəsarətləri çatmayıb. Çünki Peyğəmbər qızıdır. Bir də ona görə ki, xanım Fatimə az ömür sürdüyü üçün edə bilməyiblər onun barəsində müəyyən bir məsələni uydursunlar. Lakin növbə Həzrət Əliyə gəldikdə, bəli, Həzrət Əli barəsində olduqca zülm ediblər. Tam olaraq mövzu bundan ibarətdir ki,
Bunlar, yəni xanım Fatimə ilə Həzrət Əli evlilikdən sonra aralarında ixtilaf olmuş. İxtilafın mənşəyi də Həzrət Əli əleyhissalam olmuşdu. Niyə görə Həzrət əleyhissalam istəyirdi xanım Fatimənin həyatında başqa bir xanımla da evlənsin. Başqa bir xanımla da ailə həyatı qursun və bu səbəb olmuşdu ki, xanım Fatimə incisin və bunların ailəsi soyuq formada keçsin. Tam olaraq şübhə bundan ibarətdir. Bu xanım kimdir? Həzrət əleyhissalam onunla evlənmək istəyib. Mənbələrdə ixtilaflıdır. Amma tam olaraq, yəni onların əksəriyyətin dediyi Əbu Cəhlin qızıdır. Yəni Peyğəmbərin belə deyə düşməni, İslamın düşməni olan Əbu Cəhil, Əbu Cəhlin qızı istəyib ki, Həzrət əleyhissalamın həyat yoldaşı olsun və yaxud Həzrət əleyhissalam istəyib ki, onu alsın və bu xanım Fatimənin qulağına çatıb, ona görə bunların ailəsi ta sona qədər ixtilaflı olub və Peyğəmbər bu məqamda Həzrət Əliyə buyurub ki, ya Əli, mənim qızımı incidən, məni incidəndir. Yəni bunlar bu hadisələri qurub qoşmaqla o şəxslər ki, xanım Fatiməni incitmiş və onun şəhid olmasına səbəb olmuşlar, bu məsələni istəyiblər ki, kimin üzərinə atsınlar? Həzrəti Əli əleyhissalamın üzərinə atsınlar. Tam olaraq bu hədisi kim tərəfindən uydurulub? Məs'ur İbni Muxzəm adlı bir şəxsdir. Bir nəfərdir. Özü də bu 7 yaşında olarkən bu hadisəni uydurur. Bildiyimiz kimi hədis elminə əsasən 7 yaşlı bir şəxsin sözü qəbul deyil və ondan başqa bunu nəql edənlər də etiraf ediblər ki, bu şəxs uşaqdır. Yəni həddi buluğa çatmayıb ki, bunun sözünü qəbul edək. Və eyni zamanda bu məsələ Şiə baxışından, Şiə mühəddisləri tərəfindən də qəbul olunmayıb bu hadisə. Onlardan biri Şeyx Səduq rəhmətullah əleyhdir. Özünün İləlül-Şərai kitabında sözü gedən hədisi gətirir, nəql edir. Və nəql etməkdə məqsədi o hədisi təsdiq etmək deyil. Bəlkə istəyir ki, o hədis barəsində öz fikrini bildirsin. Şeyx Səduq buyurur ki, Qalə Muhammed ibn Ali Musannaf Hazəl kitab. Bu kitabın müəllifi Muhammed ibn Ali buyurur ki, Ləysə hazəl xəbəru indi li mu'təmədin və la huvə li mu'təqədin fi hazihil illə. Deyir, bu hədis mənim etimad etdiyim hədis deyil və nəyə görə Həzrəti Əleyhisselama Əbu Turab deyilib, bu hədisdə sadalınan illət də mənim etiqad etdiyim illət deyil. Hər bir halda, yəni bu şəxslər arasında, xanım Fatimə, Həzrət Əleyhisselam barəsində ixtilaf olmayıb, yəni bunlar arasında mübahisə olmayıb. Niyə görə? Şeyx Səduq buyurur ki, çünki bunlar hər ikisi üstün şəxsdir. Üstün şəxs İslamı bilir, öz vəzifələrini bilir. Vəzifələrini bilən şəxslər tərəfindən heç bir formada ixtilaf olmaz. Eyni zamanda bunların hər ikisi Peyğəmbərə iqtida edir. Peyğəmbərə iqtida edən bir şəxs heç bir formada səhv ola bilməz. Hər bir halda birinci hədis heç bir formada qəbul olunması deyil. İkinci hədis də budur ki, yox, Əleyhisselam istəyib ki, cariyə alsın. Bu məsələ də müxtəlif formalarda, yəni bir-birindən təzad fikirlərlə gəlmişdi. Onlardan biri budur ki, Təbərani öz kitabına nəql edir. Bugün Peyğəmbər Həzrət Əlini yollayır Yəmənə və onu məmur edir, rəhbər edir müəyyən bir şəxslərlə ki, geçsin orada döyüşə geçsin. Həzrət Əleyhisselam döyüşə gedir, Yəmənə tərəf gedir və oradan özünə məxsus olan mallardan götürür və onlardan biri də kəniz idi. Yəni Həzrət Əleyhisselam o qənimətlər arasında kənizi də özünə götürür. Və bu məsələ fəənkəru zalik əleyh. Bu məsələ digər səhabələrin narazılığına səbəb olur. Fətəaqədu ərbəətun min əshabi Rəsuləllah. Buna görə də Peyğəmbərin 4 səhabəsi aralarında əhd bağlayırlar ki, bu məsələni Peyğəmbərə deyəcək ki, Əleyhisselam Əli belə bir iş görüb. Bunlar qaçırlar Mədiniyə, gəlirlər Peyğəmbərə deyirlər ki, ey Peyğəmbər, ya Rəsuləllah, ələm tərə ənnə
Əliyyən sənə kəza və kəza. Ey Allahın Rəsulü, məgər görmədin ki, Əli filan etdi? Fəərəz ənhu, Peyğəmbər üz çevirir bundan. İkinci həmən sözü təkrar edir, yenə Peyğəmbər bundan üz çevirir. Üçüncü, dördüncü, artıq bu sözü deyəndə fəəqbələ əleyhi Rasuləllah yu'raful qəzəbu fi vəcihi fəqalə. Dördüncü bu sözü təkrar etdikdə Peyğəmbərin çöhrəsində, simasında qəzəb ola ona tərəf gələrək bunu deyirdi. Maza turidunə min Əliyin. Siz Əlidən nə istəyirsiniz? Bu sözü Peyğəmbər 3 dəfə dedi. Sonra buyurdu ki, İnnə Əliyyən minni və ənə minhu. Əli məndəndir və mən də ondan. Və huvə vəliyyun kulli mu'minin bə'di. O məndən sonra hər bir müminin rəhbəridir. Baxın əzizlər, bunlar istəyirdi ki, Həzrəti Əleyhisselamın simasını Peyğəmbərin yanında mənfi obraza çevirsinlər. Peyğəmbər isə tam olaraq bu fürsəti onlara vermədi. Heç Əleyhisselam barəsində dolğun fikri və Şiənin dediyi, Şiənin əsrlərlə bildirmək istədiyi, çatdırmaq istədiyi fikri bildirdi. Peyğəmbər buyurdu ki, məndən sonra möminlərin rəhbəri Əli ibn Əbi Talibdir. Mən nəticə olaraq bunu demək istəyirəm ki, baxın, bu rəvayətlər düzdür ki, düşmən tərəfindən, qəlbində kin, küdürət olanlar tərəfindən istəyiblər ki, bu ailənin sual altına alsınlar, amma bunları təhlil etdikdə görürük ki, əksinə bunlar düzdür ki, uydurmadır, amma yenə öz əleyhlərinə tamamlanır, nəticələr. Yenə bu ailənin pak, təmiz, məsum olduğunu isbatlayır. Çünki əgər bu ailə istisna bir ailədirsə, bu deyilənləri yeri yoxdur. Əgər istisna deyildirsə, bu məsələləri uydurmaqla siz bunlar nəyə çatmaq istəyib? Yəni, bir halda ki, biz qəbul etsək ki, Peyğəmbərin vaxtında, məsəl üçün, çox arvadlıq var idi və Peyğəmbər özü də bu işi görmüşdü və digər səhabələr də bunu görmüşdü. Həzrət Əleyhisselam da istəyirdi ki, ikinci, üçüncü həyat yoldaşı alsın. Əgər burada heç bir problem yoxdursa, heç bir şəri cəhətdən, Peyğəmbər cəhətdən problem yoxdursa, niyə görə bəs bu məsələləri uydurmusunuz? Əgər yox, bu ailənin bu formada ailə qurması, yəni xanımlarının çox olması bu ailənin şə'nində deyil, deməli bu ailə istisna ailədir. Bu ailə Peyğəmbərin ailə institutu barəsində təqdim etmək istədiyi, təqdim etdiyi nümunəvi ailədir. Allaha and verirəm öz izzət, öz cəlalına hər birimizi bu ailənin, bu ailədən nümunə götürənlərdən qərar versin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.